Salam hər kəsə. Bu gün Məhəmməd Füzulinin Leyli və Məcnun poemasının qısa məzmununu danışacağıq. Deməli, bu qədim ərəb əfsanəsi olan Leyli və Məcnuna ilk dəfə yazılı ədəbiyyata dahi Nizami Gəncəvi gətirib. Nizami Gəncəvidən sonra şərq ədəbiyyatında çox böyük maraq doğurur, çox böyük diqqəti cəlb edir bu əfsanə və ondan sonra yüzlərlə Leyli və Məcnunlar yazılır və fars dilində yazılırdı onlar. 16-cı əsrdə ilk dəfə 16-cı əsrdə Zəmiri, Həqiri Təbrizi və Məhəmməd Füzuli isə Azərbaycan dilində Leyli və Məcnun poemasını qələmə alırlar. Leyli və Məcnun poemasında ümumiyyətlə biz görürük ki, Füzuli özü qəmsevər, bir eşqsevər, aşiq sevər bir insan olduğuna görə orada yaratdığı Məcnun obrazında özünü görürdü və deyirdi ki, məndə Məcnundan Füzun aşiqlik istedadı var. Aşiqi, sadiq mənəm, Məcnunun ancaq adı var. Yəni mən elə özüm Məcnunam, dövrümün Məcnunu mənəm deyirdi. Daha sonra əsər digər poemalardan fərqli olaraq Füzulinin Leyli və Məcnunu nəsrlə yazılmış bir dibaçə ilə başlayır və dibaçədə birinci Füzuli başlayır Allaha yalvarmağa ki, bəs mən məzlumam, mən zəifəm, sən mənə kömək elə, çünki mən çox böyük bir işin altına girmişəm və deyir ki, qarşımda böyük bir daş var, dərin bir ümman var. Sən kömək etməsən, mən daşdan ləl və ümmandan gövhər çıxara bilmərəm. Burada Füzuli daş dedikdə əsərdəki nakam məhəbbətin, Leyli və Məcnunun nakam sonluğunun ağırlığını nəzərdə tuturdu. Dərin bir ümman dedikdə isə dahi Nizamidən sonra eyni əsərə baş vurmağının çətinliyindən söz gedirdi burada. Yəni mən rəzil olmayım, mən xəcil olmayım Nizamidən sonra bu eyni əsərə yazmağa başladığıma görə peşman olmayım, bu işin öhdəsindən gələ bilim deyə Allaha yalvarırdı. Daha sonra klassik giriş başlayır, nət, münacat, məthiyə. Deməli, məthiyə hissəsində biz görürük ki, bu poema Sultan Süleyman Qanuniyə ithafən yazılıb. Kompozisiya hissəsi bitdikdən sonra poemanın məzmunu başlayır. Deməli, məzmunun əvvəlində biz görürük ki, qədim ərəb qəbilələrindən birinin başçısı göstərilir. Varlı, dövlətli, hər bir şey yerində olan bir insandır, ancaq gecə-gündüz Allaha yalvarır, özünə övlad istəyir. Onun övladı olmur. Müəyyən bir müddət sonra onun övladı dünyaya gəlir, gözəl Qeys dünyaya gəlir və dünyaya gələn kimi ağlayıb deyir, ey cəfaçı dünya, bildim ki, sənin qəmin çoxdur, qəm çəkməyə bir hərif yoxdur, gəldim ki, olam qəmin hərifi, gəl imtihan elə mən zəifi. Qeys körpəlikdə elə özünün gələcəkdə eşq, sevgi, gözəllik sevərliyini çirkin dayənin qucağına qoyulduğu zaman ağlamaqla, gözəl dayənin qucağına qoyulanda isə gülməyi ilə bildirirdi. Müəyyən bir il ötür, gözəl Qeys gəlib məktəb yaşına çatır və məktəbə yollanır. Öz yaşıdları ilə məktəbə yollanır. Bir səhv qız yığıldı, bir səhv oğlan, cəm oldu behişdə, Hüyr qılman. Burada Füzuli Hüyr qılman dedikdə bu uşaqlar o qədər kindən, nifrətdən, pislikdən uzaq idilər ki, onları cənnətdəki mələklərə bənzədirdi. Deməli, Leyli ilə Məcnunla birlikdə, Qeyslə daha doğrusu üzr istəyirəm, Qeyslə birlikdə onun yaşıdlarından biri olan və digər bir ərəb qəbiləsinin başçısının qızı olan Leyli də məktəb yaşına çatmışdı və o da yaşıdları ilə birlikdə məktəbə yollanır. Deməli, ilk gündən bu uşaqların sevgi dolu gözəl baxışları bir-biri ilə toqquşur. Və müəyyən bir müddət keçdikdən sonra bu sevgi dolu baxışlar artıq eşqə, sevgiyə çevrilməyə başlayır və bu dedikoduçuların, söz-söhbət danışanların dilinə düşür. Dildən dilə düşdü bu fəsanə, faş oldu bu macəra cahanə. Kim Qeys olubdur əsir Leyli, Leyli dəxi salmış ona meyli. Deməli, bu dedikoduçular bu söhbəti o qədər böyüdürlər ki, söhbət dolanır, gəlir, çatır Leylinin anasının qulağına və Leylinin anası Leylini çağırır, qarşısına və qızını danlamağa başlayır ki, tədric məbadi ilə hagah, Leylinin anası oldu agah. Odlara tutuşdu, yasəbatdı, ol qonça dəhanə, dil uzatdı. İndi artıq Leylinin anasının ağzından çıxan sözləri eşidəcəyik. Keyşux, nədir bu göftügülər? Qılmaq sənə tənə, evcülər,
Nə üçün özünü ziyan edirsən? Yaxşı adını yaman edirsən? Nə üçün sənə tənə edə bədgü? Namusuna layiq işmidir bu? Nazik bədən ilə bərqi gülsən, amma nə deyim, ikən yünülsən. Lalə kimi səndə lütf çoxdur, amma nə deyim, üzün açıqdır. Təmkini cünuna qılma təbdil, qızsan, ucuz olma, qədrini bil. Hər surətə əks kimi baxma, hər gördüyünə su kimi axma. Mey gərçi səfa verər dimağa, axdığı üçün düşər əyağa. Oğlan əcəb olmaz olsa aşiq. Aşiqlik işi qıza nə layiq? Ey ki gözüm, yaman olur ar. Namusumuzu itirmə zinhar. Leyli anasının bu sözləri eşidəndə çox pis olur, çox dəhşətə gəlir. Çünki tək yaxın olduğu, tək ürəyindəki bu sevgini, bu sirri deyə biləcəyi insan artıq anası idi və artıq burada anasından da bu sözünü, ürək sirrini gizlətməli olduğunu başa düşür və bəlkə də Leylinin ən böyük bədbəxtçiliyi burada bu gündən başlayır və Leyli danır bu sözü, bu fikri ki, yəni mən eşq nə deş bilmirdim deyir anasına, danır bu şeyi, bu fikri, bu dediqodun. Deyir, eşqin qılmazdı kimsə yadın. Ha səndən eşitdim indi adın. Mən deyir, eşqin nə olduğunu bilmirəm deyir, indi səndən eşitdim deyir adın. Həm sən deyirsən ki, məktəbə var, həm deyirsən ki, getmə zinhar. İndi deyir, mən sənə necə güvənim? Gah deyirsən məktəbə get, gah da deyirsən ki, getmə. Bu hadisədən sonra Leyli məktəbə getməkdən imtina eləyir və Leylinin tək-tənha günləri başlayır. Və Leyli orada öz-özünə söz verir ki, mən deyir bu eşqi, bu məhəbbəti ürəyimin elə bir dərin küncündə gizlədəcəm ki, heç mənim özüm belə o sevgini axtarıb tapa bilməyim. Ancaq mənim nə vaxtsa canım çıxsa da, mən canımı tapşırsam da, yenə o sevgi mənimlə ürəyimdə o biri dünyaya mənimlə birlikdə gələcək. Deməli, günlər ötür və Məcnunun, Qeysin gözü yollarda qalır. Hər qapı açılanda, hər kimsə görəndə ancaq gözü hər yerdə Leylini axtarmağa başlayır və Leylini görə bilməyən Qeysin halı pisləşməyə başlayır. Və bu halda yenə dedikoduçuların dilinə düşür və artıq söhbət dolana gedib Qeysin anasının qulağına çatır. Və Qeysin anası oğlunu çağırıb onu danlamağa başlayır ki, can vermə qəmi eşqə ki, eşq afəti candır. Eşq afəti can olduğu məşhuri cahandır. Deyir, oğlum, mən eşqin nə olduğunu bilmirəm, mən eşqə düşməmişəm, ancaq onu bilirəm ki, eşqə düşənlər xoşbəxt olmurlar, rəzil olurlar. Yəni deyir, eşqə düşmə, özünü ağılla apar. Oğluna başlayır nəsihətlər verməyə və anasından bu sözləri eşitdikdən sonra və dostlarından, tanışlarından, hamısından belə tipli məsləhətlər eşitdiyinə görə artıq Qeys çox yorulmuşdu və insanlardan küsür, valideynlərindən də onu başa düşmədiyini görən Qeys artıq çöllü-biyabana üst tutur. Deməli, artıq evindən uzaqlaşan Qeys çöllü-biyabanda, səhrada başlayır yaşamağa və ancaq ətrafında heyvanları toplayır. Orada Füzuli belə bir deyim deyir ki, Qeys o qədər saf, o qədər təmiz insan idi ki, onun ətrafında heyvanlar toplaşırdılar. Ancaq bu toplaşan heyvanlar heyvan cildində idilər, ancaq mələk idilər. Mələklər Qeysin ətrafına toplaşmışdılar və onu orada çöllükdə Qeysi hər tərəfdən qoruyurdular. Deməli, müəyyən bir vaxt keçir, müddət keçir, Qeysi evlərinə qaytara bilmir Qeysin valideynləri. Yaz vaxtı idi, Qeysin dostları gəlib Qeysə yalvarırlar ki, bəs hava çox gözəldir, gəl biz sabah gedək çıxaq seyrana, biraz gözün könlün açılar. Bu vaxt qızlar da Leyli ilə qonaq gəlmişdilər və Leylinin əlinə, bütün qızlar əllərinə xına çəkir və Leyliyə də deyirlər ki, gəl sən də əlinə xına çəkək. Ancaq Leyli istəmir, Leyli razı olmur. Çünki Leylinin heç halı yox idi ki, əlinə xına çəksin. Qızlar getdikdən sonra Leyli səhərə kimi o qədər ağlayır ki, artıq gözündən yaş yerinə qan gəlməyə başlayır və həmin qan Leylinin əllərinə tökülür və Leylinin əlləri qızarır. Səhəri gün hamı elə bilir ki, Leyli əlinə xına çəkib, xına qoyub. Deməli, səhərsi gün Leyli qızlarla, Qeys də oğlanlarla bir yerdə çəmənzarda gəzərkən onlar
bir-birindən xəbərsiz rastlaşırlar, üz-üzə gəlirlər və bir-birini görən zaman Qeysin halı pisləşir. Leylini görür, Qeysin halı pisləşir və huşu gedir. Huşu başından gedir və Qeys yıxılır. Deməli, bundan sonra bu hadisədə yenə bu dedikoduçuların dilinə düşür və artıq Qeysi, gözəl Qeysi Məcnun adlandırmağa, yəni dəli adlandırmağa başlayırlar bu hadisədən sonra. Deməli, bir gün atası çölə gəlir ki, bəs Məcnunu artıq aparsın evinə. Çünki artıq oğul dərdinə dözə bilmirdi kişi. Yaşlanmışdı və oğlunun dərdinə dözə bilmirdi. Gəlir çöllükdə oğlunu görür və oğluna yalvarır ki, gəl qayıdaq evimizə. Ancaq oğlunu heç cür razı sala bilmir. Qeys deyir ki, ata deyir, mənə Leylidən başqa bir söz demə. Mən Leylidən başqa heç nə eşitmək istəmirəm. Və atası məcbur qalıb yalandan deyir ki, bəs Leyli bizə qonaq gəlib, bizim evimizdədir. Bunu eşidən Qeys qaçaraq ata evinə gedir, atası ilə birlikdə. Ancaq gəlir evə, hər yeri axtarır, Leylini görə bilmir və başa düşür ki, atası onu evə gətirmək üçün aldadıb. Anası, atası ona nə qədər yalvarsa da yenə onu evdə saxlaya bilmirlər. Artıq o əvvəlki Qeys deyil idi, o artıq həqiqətən də Məcnuna dönüşmüşdü. Leylinin eşqindən Məcnuna dönüşmüşdü və Məcnun yenə evindən çıxır və üz tutur çölə. Artıq işin bu yerdə olduğunu gördükdən sonra atası belə qərara gəlir ki, Qeysin atası belə qərara gəlir ki, Leylinin atası gilə elçi getsin Leylini istəməyə. Deməli, Leylinin atası tanıdığı ətrafındakı hörmətli, izzətli adamlarını da yığır və Leylinin atası gilə elçi gedir. Leylinin atası hörmətli, hər şeyin yerini bilən bir insan idi. Və Qeysin atasını çox böyük hörmətlə qarşılayır, hörmətlə, izzətlə qarşılayır. Ancaq söhbət açılanda ki, bəs Qeysin atası deyir ki, mən gəlmişəm sizin qızınızı oğluma istəməyə. Tərifləyir öz oğlunu ki, mənim bir gözəl Qeysim var, mən sizin gözəl Leylinizi öz oğluma istəyirəm. Ancaq atası deyir ki, sən deyir, mənim qapımdan açıb içəri girməklə məni çox sevindirdin. Mənə olan hörmətini göstərdiyin üçün səndən çox razıyam, çox sağ ol. Ancaq mən deyir, qızımı sənin oğluna verə bilmərəm. Çünki deyir, hamı ona dəli deyir. Mən deyir, dəliyə qızımı vermək istəmirəm. Məcnun deyə tən eləyir xəlayiq, Məcnuna mənim qızım nə layiq deyib qızını Qeysə verməkdən imtina edir. O daha sonra deyir ki, mən bir şərtlə qızımı sənin oğluna verərəm ki, sən oğlunu müalicə elətdir, sağalt və onun canından bu eşqi, bu sevgini çıxar. O zaman mən artıq qızımı sənin oğluna verərəm. Artıq çarəsiz qalan ata üz tutur oğlunun yanına, oğlunu da götürür və ətrafına da hörmətli adamlardan toplayır və Kəbəyə gedirlər. Deməli, Kəbədə Qaradaşın ətrafına fırlandıqca hamı əl açıb Allaha yalvarırdı ki, Allah Taala bu sevgini, bu eşqi Qeysin ürəyindən, beynindən çıxarsın. Ancaq uzaqlardan bir səs gəlirdi ki, bəs kimsə dua eləyir Allaha, qışqıra Allaha, əl açıb dua eləyir. Bu Qeysin səsi idi. Qeys Allaha yalvarırdı ki, onun sevgisini daha da artırsın. Ya Rəbb, bəlayı eşq ilə qıl aşina məni. Birdən bəlayı eşqdən etmə cüda məni. Artıq bunu görənlər Qeysdən əlini üzürlər və Qeysi orada qoyub çıxıb gedirlər. Qeys isə qayıdır öz çöllüyünə, çöllükdə dağ, çeşmə, ahu, göyərçinlə danışır. Yəni artıq insanlarla yox, təbiət varlıqları ilə və heyvanlarla dərdləşirdi Qeys. Leyli isə öz otağında axşam vaxtı yenə ürəyində dərdli, qəmli Leyli şam yandırır və şama baxır. Şamı yandırır, şama deyir ki, ay şam, sən necə xoşbəxtsən, sən necə bəxtəvərsən, sən deyir, yanırsan, yanıb ərisən belə, ən azından öz sevdiyinə, öz işığınla nurlandırırsan. Sonra pərvanəni görür, deyir, ay pərvanə, sən necə də xoşbəxtsən, sən deyir, şamın işığını, odunu sevirsən və onun ətrafında fırlanırsan. Düz yanırsan, amma bir dəfə də belə olsun, sən o oda, öz sevdiyin oda toxuna bilirsən. Mən deyir, heç həyatımda bir dəfə də olsun öz sevdiyimə toxuna bilməmişəm. Daha sonra pəncərəni açır, ayı da özündən xoşbəxt sayır, buludu da özündən xoşbəxt hesab edir. Yazıq Leyli. Leyli çox bədbəxt idi. Leylini başa düşən, danışa biləcəyi heç kim yox idi. Sevgisi isə qəlbində, ürəyində
getdikcə böyüyürdü. Leyli anasının, atasının qorxusundan, yəni onların verəcəyi sualı cavablandıra bilməyəcəyinə görə öz göz yaşlarını belə rahat axıda bilmirdi. Ağlamağı belə özünə qadağa qoymuşdu. Ürək dolusu ağlaya belə bilmirdi. Deməli, Qeysin bir sinif yoldaşı var idi, Zeyd adında. Bu Zeyd Qeysi heç vaxtı tək buraxmazdı. Çünki Zeyd Qeysi çox gözəl anlayırdı, çox gözəl başa düşürdü. Vaxtilə Zeyd də Zeynəb adında bir qıza aşiq idi, onu sevirdi. Ancaq dövrünün adət-ənənələrinə boyun əyir və onu da dəli adlandırmasınlar deyə sevgisini qəlbində öldürür. Anasının, ailəsinin məsləhət gördüyü bir qızla evlənir. Ancaq Leyli ilə Qeysin bu söhbəti yayılanda öz-özünə söz verir ki, mən nə olur olsun, nə yolla olur olsun, qoymayacağam ki, mən və Zeynəb qovuşmadığımız kimi Qeyslə Leylinin də sonu bizimki kimi olsun və ona görə də ilk gündən Qeysə kömək eləməyə çalışır. Tez-tez Qeysə baş çəkir. Leylidən ona məktub gətirir, xəbər gətirir. Bir gün yenə Qeysə baş çəkən Zeyd Qeysin əlində Leyli üçün yazdığı qəzəlləri görür və ondan istəyir. Deyir ki, versən bunları mənə, mən onları bir musiqiçi var, mən o musiqiçiyə, musiqi nümayəndəsinə oxudacağam. Aparır həmin qəzəlləri, verir musiqi nümayəndəsinə. Deməli, musiqiçi bu qəzəlləri oxuyanda həmin vaxtı Nofəl adlı bir sərkərdə var idi orada və Nofəl də dincəlmək istəyirdi, lakin bu qəzəlləri oxuduqca ürəyindən qanlar, yaşlar keçirdi. Qəlbi dərddən dincələ bilmirdi və dayana bilmir, dözə bilmir və yaxınlaşır o musiqiçiyə, soruşur ki, bəs sənin nə böyük bir dərdin var, sən nə yaşamısan ki, səni nə vadar edir ki, belə qəmli sözləri sən yazıb oxuya bilirsən. Musiqiçi isə deyir ki, bu mənim yazdığım sözlər deyil. Bir gözəl gənc bir oğlan var idi Qeys adında. Leyla adında bir qıza vurulub, düşüb dəli olub, ağlını itirib eşqindən və düşüb çöllərə. Bu sözlər, bu qəzəllər hamısı o gəncin dilindən yazılıb və Nofəl çox təsirlənir bu söhbətdən və deyir ki, yəni mən heç vaxt icazə vermərəm, mən qoymaram, mən rıza vermərəm ki, bir gənc, ağıllı, gənc bir oğlan bir sevgidən, bir qızın sevgisindən dəli olub çöllərə düşsün. Mən o Leylinin nəyin bahasına olur olsun alıb verəcəm Qeysə deyir və düşür, üst tutur çöllü biyabana. Üst tutur çöllü biyabana və Məcnunu axtara-axtara gəlir. Gəlib uzaqdan bir əyni başı artıq cırılmış, rəngi rufu saralmış, qəddi qaməti əyilmiş bir oğlana rast gəlir və başa düşür ki, bu elə Məcnunun özüdür. Məcnuna yaxınlaşır və onunla danışmağa başlayır və izah eləmək istəyir ki, mən Leylini sənə alacağam, Leylini sənə verəcəm, qovuşduracağam sizi. Ancaq Məcnun inanmır, deyir ki, sən bir sürməsən, deyir. Sürmə ancaq, deyir, zəif gözə işıq verə bilər. Mən, deyir, köram. Kör gözü sürmə sağalda bilməz. Yəni mənim dərdimin dərmanı yoxdur. Leylinin qapısına çox adamlar gedib, çox adamlar ağız açıb, ancaq Leylini mənə vermirlər. Ancaq Nofəl bu fikirlə razılaşmır. Deyir, sən narahat olma, mən nə olur olsun, Leylini alıb sənə verəcəm. Və Nofəl axtarır, gedir Leylinin atasını tapır və Leylinin atasına deyir ki, belə-belə sən bu Leylini verməsən Qeysə, mən müharibə elan edəcəm. Və heç cür razı sala bilmir Leylinin atasını və Nofəl ilə Leylinin atası arasında bir müharibə başlayır. Deməli, müharibənin bitməyinə az qalmışdı və müharibə Nofəlin xeyrinə bitirdi. Nofəl qalib gəlirdi. Ancaq Leylinin atası yaxınlaşıb Nofələ deyir ki, mən Leylini, sən müharibədə qalib gəlsən də mən Leylini Qeysə verə bilmərəm. Çünki mən artıq Leylini başqasına ad eləmişəm. Burada Nofəlin qılıncı qınına girir və Nofəl deyir ki, mən saysız hesabsız döyüşlərdə olmuşam. Amma heç vaxt mənim qılıncım qınına girməyib. İlk dəfədir ki, mənim qılıncım adət-ənənənin qarşısında öz qınına girir. Əgər sən Leylini başqasına ad eləmisənsə, mən başqasının adı olan bir qızı aparıb Qeysə verə bilmərəm, deyir və çıxır gedir. Deyir, çıxır gedir və artıq deməli bu xəbər, Leylinin başqasına ad olunması xəbərini Nofəl, Zeyd, Qeysin dostu Zeyd gəlib çatdırır Qeysə. Burada poemanın birinci hissəsi bitir.
İkinci hissədə göstərilir ki, Leyli zadəgan olan İbn Salama ad olunur. Yəni İbn Salam bir gün Leylini görür, bəyənir, elçi göndərir və atası Leylini İbn Salama verir. İbn Salam çox xərc çəkir Leylini almaqdan ötürü və gün gəlib çatır ki, artıq Leyli İbn Salamın evinə getməli olur. Ancaq deməli Məcnun bu xəbəri eşidəndə, Zeyd bu xəbəri Məcnuna çatdıranda Məcnunun ürəyi parça-parça olur. Özünü ora vurur, bura vurur. Yəni heç cür qəbul edə bilmir, heç cür barışa bilmir bu fikirlə və göz yaşlarını axıda-axıda Leyliyə bir məktub yazır ki, deyir: "Ey mənim gülüm, ey mənim yarım, nə qədər ki sən gönçə idin, mən də tikan kimi səni hər kəsdən qoruyurdum, qoymurdum sənə kimsə baxsın. Sən deyir mənim idin, sən mənim Leylim idin. Elə ki deyir sən açıldın, öz ətrini bəs niyə Əğyara verdin? Niyə Əğyara baxdın? Niyə Əğyara öz ətrini verdin ki, Əğyar da səni gördü, bəyəndi" deyir. Biraz qınayır Leylini. Və bu məktub Leyliyə çatanda Leyli pərişan olur. Çox pərişan olur və götürür Məcnuna bir məktub yazır ki, hər tənə ki eyləsən rəvadır. Mən xəciləm, üzüm qaradır. Mən gövhərəm, özgələr xiridar. Məndə deyil ixtiyarı bazar. Olsaydı mənim bir ixtiyarım, olmaz idi səndən özgə yarım. Yəni burada deyir ki, mənim deyir icazəm mənim özümdə deyildir. Mən heç bilmirəm məni kim aldı, kim satdı. Mənim deyir əgər öz əlimdə öz icazəm, öz ixtiyarım olsaydı, mənim səndən başqa bir yarım, bir sevgilim olmazdı. Deyir və göz yaşları içində yazıq Leyli qalır. Leyli göz yaşlarını da içinə, ürəyinə axıdırdı. Heç vaxt Leyli ürəkdən rahat ağlaya bilmirdi. Səbəbini deyə bilməyəcəyinə görə heç vaxt ürəkdən göz yaşını belə tökə bilmirdi. Ancaq gün gəlir çatır, Leylinin İbn Salamın evinə gedəcəyi gün gəlib çatır və Leyli ilk dəfə burada başlayır göz yaşlarını ürəyincə axıtmağa, hönkür bağlamağa başlayır. Çünki artıq heç kim onu ağlayır deyə qınamayacağı idi. Adət idi. Ata evindən ər evinə köçən qızlar həmişə ağlayardı. Ona görə Leyli o ki var, həmin gün ağlayır və İbn Salamın evinə köçür. İbn Salamın evinə köçür. Deməli, indi biz danışaq Qeysdən. Qeys artıq tam bir Məcnun halındaydı. Qeys əvvəlki Qeys deyil idi. Görənlər onu tanımırdı. Məcnun kimi, divanə kimi heyvanlarla danışır, çöldə yatır, otlarla qidalanırdı. Bu dərdə artıq dözə bilmirdi. Atası çox haldan düşmüşdü, xəstələnmişdi. Bir gün atası gəlir çöllü biyabana və oğlunun əzilmiş, saralmış, əyilmiş qəddi-qamətini görüb, hönkür-hönkür oğlunu görüb başlayır ağlamağa və oğluna yalvarmağa başlayır ki, ay oğlum, mən artıq xəstəyəm, mənim artıq bir ömrüm qalmayıb. Sənə yalvarıram, heç olmasa mən öləndə mənə deməsinlər ki, oğlu ola-ola başqalarının çiynində getdi son mənzilə. Heç olmasa gəl məni son mənzilə sən yola sal, heç olmasa qəbrimin üstündə dayan. Deyir, ancaq burada Məcnun deyir ki, atasına, ata deyir, mən bilirəm sən mənimlə çox böyük arzuların var idi. Sən istəyirdin ki, mən yaxşı övlad olum, yaxşı oğul olum, sənin nəslini davam etdirim. Ancaq deyir, məndən incimə, məndən küsmə, çünki mən istəyərək belə olmamışam. Bu eşqi, bu sevgini mən özüm seçməmişəm. Bunu mənim ürəyimə salan Allahdır. Ona görə məni qınama, məndən incimə. Deməli, buradan qayıdan atası bir neçə gündən sonra vəfat eləyir. Bu xəbəri çatır Məcnuna, ancaq Məcnun elə bir halda idi ki, heç onun halı belə yox idi ki, atasının cənazəsində iştirak etsin və atasının cənazəsində iştirak eləmir. Sonra görürük ki, Leyli İbn Salamın evində hər gün, hər gecə, bütün günü ağlayır. Deyir, nə vaxt İbn Salam ona yaxın durmağa çalışır, Leyli dəli kimi qışqırmağa, bağırmağa və bütün günü ağlamağa başlayır və İbn Salam onu bilmir artıq neynəsin. Həkimləri aparır, pilləri gəzdirir və Leyli İbn Salamı qorxudur ki, mən uşaq olanda, məktəbdən qaydanda bir dəfə mənə cinlər görünmüşdü. Cinlər mənim yanımca gəlib demişlər ki, sən nə vaxt ərə getsən, biz sənə yenə gələcəksin, yenə sənin yanı və səni də, sənin ərə getdiyin adamı da dəli eləyəcək. Dəli eləyib canını alacaq. İbn Salam dövrünün adamı idi, dövrünün oğlanı idi və belə cin əfsanələrinə inanırdı, ürəkdən inanırdı və
Günlər keçdikcə, aylar, vaxtlar, zamanlar keçdikcə artıq Leylinin bu halından o qədər yorulurdu ki, İbn Salam xəstəliyə düşür və bir gün İbn Salam vəfat eləyir, ölür. Ancaq İbn Salamın ölməsini Füzuli tamam başqa yerə yazır. Səhrada, çöllü biyabanda yaşayan Məcnun hər gün baxırdı İbn Salamın evi olan tərəfə və dərindən bir ah çəkirdi. Deyir ki, Füzuli, bu Məcnunun ürəkdən çəkdiyi ah idi. İbn Salamı yandırıb yaxıb, ürəyini yandıran, qurudan və onun canını alan. Deməli, artıq Leyli dul bir qadın idi. Onun yoldaşı ölmüşdü və başlayır yenə yoldaşı öləndə göz yaşı tökməyə. Hamı elə bilir ki, gənc yoldaşını itirdiyinə görə göz yaşı tökür. Amma Leylinin dərdi tam başqa idi. Leyli yenə ürəyində, qəlbində gizlətdiyi nakam məhəbbətinə, sevgisinə görə göz yaşı tökürdü. Ancaq Leylinin qəlbində hələ ümidi var idi. Deməli, Məcnunun ümidi ilk dəfə Zeyd ona Leylinin İbn Salama ad olunduğunu xəbərini çatdıranda bitmişdi. Məcnunun ümidi ilk dəfə orada bitmişdi. Ancaq Leylinin ümidi ərə getsə də hələ Məcnuna qovuşacağını hələ də bitməmişdi və yenidən ürəyində bir gözəl duyğular oyanır Leylinin ki, artıq mən azad bir qadınam, mən indi artıq öz Qeysimlə qovuşa bilərəm. Və Qeysi axtarmağa başlayır. Günlərin bir günü darıxır Leyli və dəvə karvanına qoşulub çəmənliyi, çöllüyü gəzməyə çıxır və karvandan ayrılan dəvədən Sarvan da xəbər tutmur və dəvənin üstündə huşunu da itirən Leyli gəlib dəvə onu gətirir, çöllü biyabana gətirir və oyananda, ayılanda Leyli uzaqdan görür ki, bir saralmış, əyni köhnə paltarlarla olan, bir üzü gözü saqqal içində olan bir adam var orada və ona yaxınlaşıb soruşur ki, sən kimsən? Leyli həmin adama yaxınlaşıb soruşur ki, sən kimsən? Bu Məcnun idi. Qarşılaşdığı Məcnun idi və Məcnun deyir ki, mən Məcnunam, bəs sən kimsən? Leyli gözlərinə inanmır, bu onun Qeysi idi. Qeysi tamam başqa halda idi, başqa vəziyyətdə idi və inanmır ki, bu onun Qeysidir və suallar verməyə başlayır ona. Və bu sualların cavabını aldıqca Leylinin gözündən yaşlar axmağa başlayır ki, sən Qeysən, sən mənim Qeysimsən. Məcnun soruşur ki, bəs sən kimsən? Deyir, mənəm Leyli, sənin Leylinəm mən. Məcnun deyir ki, yox, sən mənim Leylim deyilsən. Məndən soruşanda ki, sən kimsən? Mən həmişə deyirəm ki, mən Leyli Məcnunam. Məcnun mənim görünən simamdır, Leyli isə mənim daxili aləmimdir. Mənim daxili aləmim büsbütün Leyli ilə dolub daşır, Leylidən ibarətdir. Sadəcə görünən cismim Məcnundur. Ancaq səndən soruşanda sən deyirsən ki, mən Leyliyəm. Sən deyir, mənim Leylim deyilsən. Mənim Leylim mənim ürəyimdə saf məhəbbətimdir, təmiz Leylimdir. Sən ancaq mənən, cismən, təmiz, saf olsan da, amma deyir, sənin adın İbn Salamın dul yoldaşı Leylidir. Ona görə deyir, get, mən deyir, səni istəmirəm. Mən öz ürəyimdəki saf Leylini istəyirəm, deyir. Leylini qovur, Leylidən imtina eləyir. Və buna dözə bilməyən Leyli, Leylinin ümidi ilk dəfə burada qırılır. O artıq anlayır ki, bir də heç vaxt öz eşqi ilə, öz sevgisi ilə qovuşa bilməyəcək və bu çöllü biyabandan üz tutur birbaşa atasının evinə. Atasının evinə gələn Leylinin halı pisləşməyə başlayır və o qədər pisləşir ki, artıq yataqdan qalxmaz bir vəziyyətə düşür. Və bir gün Leyli hiss edir ki, artıq həyatının son anlarıdır və anasını çağırıb anasına deyir ki, ana, sən deyir, yadındadır, mən məktəbdə oxuyanda mənim üçün elçi gəlmişdilər Qeys adında bir oğlana. Siz məni ona vermədiniz. Anası deyir, bəli qızım, yadımdadır. Deyir, ay ana, siz deyir, məni ona vermədiniz, çünki siz dediniz ki, o dəlidir, o Məcnundur. Bəs deyir, düşünmədiniz ki, o oğlanı, o gənci Məcnun elib çöllərə salan sizin qızınızın eşqidir. Bəs siz düşünmədiniz ki, sizin qızınız öz sevgisini, eşqini ona verməsəydi, onun ürəyinə salmasaydı, o da Məcnun olub çöllərə düşməzdi. Deyir, ana, həyat belə ədalətsiz ola bilməz. Siz düşündünüz ki, mənə ərə verəcəksiniz və mən xoşbəxt olacağam. Yox, deyir ana, yox, belə şey ola bilməz. Çünki Məcnun çöllərə düşmüşdü mənim sevgimdən. Mən deyir, onu çöllərə salıb, mən onu bədbəxt eləyib, heç vaxt xoşbəxt ola bilməzdim. Deyir, ana, mən deyir, artıq son nəfəsimi verirəm. Mən deyir, birazdan öləcəm. Və deyir, sən mənim dərdimdən Məcnun kimi çöllərə düşəcəksən.
Onda deyir ana, sən mənim Məcnunumu başa düşəcəksən. Artıq deyir ona Məcnun deyib tən etməyəcəksən. Sən deyir onun mənim Məcnunumu görəndə ona deyərsən ki, Leyli son nəfəsində də sənin adını çəkdi. Sənin sevgini, sənin eşqini öz qəlbində özü ilə o biri dünyaya kimi apardı. Deyir və Leyli canını tapşırır. Anası ah-fəğan qoparır, ağlayır, saçlarını yolur Leylinin üstündə, amma artıq hər şey üçün gecə idi. Leylini dəfn edirlər və Zeyd kör peşman şəkildə bu xəbəri çöllərdə gəzişən Məcnuna çatdırır. Sanki payız fəslidə başa düşürdü Leylinin ölümünü. Çox külək əsirdi. Çöldə qumlar çölün bu tufanı, bu küləyi Məcnunu oradan ora, buradan bura sovururdu. Oradan ora, buradan bura vururdu. Məcnun yerlərdə sürünə-sürünə gəlir, çatır Leylinin qəbrinin üstünə və gəlib uzanır Leylinin qəbrinin üstündə və başlayır Leylinin qəbri ilə danışmağa. Deyir, ay qarışqa, sən deyir mənim gözəl Leylimin yanağındakı xalı didişdirmə. O xal ona çox gözəl yaraşırdı. Sonra deyir, ay ilan, sən deyir mənim Leylimin hörüklərinə dəymə. O həmişə saçını çox gözəl, çox səliqəli hörürdü. Ay torpaq, sən mənim Leylimi əzmə, yumşaq ol. Mənim Leylim həmişə öyrəşib yumşaq yerlərdə yatmaq üçün deyir və uzanıb göz yaşını axıdır Leyli üçün və canını tapşırır Leylinin qəbrinin üstündə. Məcnun Leylinin qəbrinin üstündə öldükdən sonra Leylinin qəbrini açırlar və Məcnun da onun yanında dəfn edirlər. Ancaq hamı dağılışır, hamı gedir, ancaq bircə Zeyd bu hadisə ilə barışa bilmir, heç cür barışa bilmir. Hər gecə yatanda, hər gündüz oyananda ancaq bu haqsızlığı düşünürdü ki, bu boyda gedin dünyaya iki gəncin sevgisini çox gördülər. İki gəncin qovuşmağını bu gen dünyada imkan vermədilər. Və bir gün yatdığı zaman yuxuda görür ki, uzaqdan bir gənc oğlan və bir gənc qız gəlir və üzləri nur saçır. Əl-ələ gəlirlər və yaxınlaşanda görür ki, bunlardan biri Qeysdir, biri isə Leylinin özüdür. Və onlar Zeydə deyirlər ki, Zeyd sən narahat olma bizim üçün, biz artıq o biri dünyadayıq, cənnətdəyik, bir yerdəyik və biz qovuşmuşuq. Bu hadisədən, bu yuxudan sonra da Zeyd artıq özündə rahatlıq tapa bilir. Əsərin sonu.